2 gün öncə Aşağı Güzdək qəsəbəsində 16 yaşlı qızın kəndin imamı tərəfindən qaçırılması ilə bağlı xüsusi TV olaraq və press xəbər olaraq biz qızın ailə üzvlərinin fikirlərini öyrənməyə gəldik. Mən nə deyim, mən şəxsən Bir tanırım. ağsaqqal olaraq, Ağsaqqal olaraq, kənd mən sakini bir kimi. Azərbaycanlı kimi, Azərbaycan kimi bu hərəkətdən utanıram. Ancaq biz onu Yox, deyirik. yox. Kənd sakini kimi. Yox, yəni mən bu istəmirəm, fikir- xahiş edirəm, istəmirəm, mən Ümumi hardasa görünsün, xahiş edirəm. Güzdək qəsəbə sakini kimi. Bax bu sizi Yox, necə narahat eləyir ümumiyyətlə bu məsələ. Ona demək narahat edir. Bax bununla bağlı Bəli, narahat edəcəkdir, ona demək narahat edir. Bax ümumi bax fikriniz nədir? Bax çox xahiş eləyirik. Bax bu Mənim fikrim odur ki, o adam tutulsun. Niyə görə tutulsun? Əgər bugünkü günləri o hərəkət edibsə, meçiddə o qızlar yoldan çıxartıbsa qızı, demək nəsə başqa orada şeylər də ola bilər. Ona görə də tutulsun o, xalqın da qızı gətirilsin, verilsin. Ayıbdır. Atası ilə yaşıt götürüb xalqın 16 yaşında qızını aparıb. Elə şey olar. Bu bizim millətə yaraşan şey deyil. Nə qədər müddət idi o molla burada axıqlıq eləyir? Vallahi onu bilmirəm. Bəs Bunu ay dəqiq neçəsi bilmirəm. aparıb o qızı bilmirsiniz yəni? Bilmirəm, 3-4 gün var. Həmin gün polisə müraciət olundu bununla bağlı. Olunub. Göyçaya da gediblər. Deyəsən Qara Məryəmli Göyçaya da gediblər. Uşağın atası qalıb demək Göyçayla Abşeronun arasında. Gedib bura, oradan təzədən qayıdıblar. Buradan göndəriblər təzədən Göyçaya. Yəni kasıb adamdır. Onun hələ 3-4 dəfə gedib Göyçaya gəlmə, hələ onu ön yıxır da. Bir yandan da balası gedib. Bəs Göyçayda nə dedilər? Oraya Göyçaydan sağ olsun, orada polis işləri biraz köməklik eləyiblər. Oradan deyiblər Abşerona göndərir. Abşeronun deyəsən hələ xəbər çıxmayıb. Atası Belə. görüb qızını. Yox, atası görməyib, deyiblər ki, tapılmır. Bəs necə Gedib- əlaqə saxlayıblar qızla bilmirsiniz? Yəni ki, nə biliblər qız Göyçaydadır, Qara Məryəm kəndindədir. Qız elə deyiblər, gedib dalıcan, oradan deyəsən səhv eləmirəmsə, onlar gediblər İsmaildə gedib ad veriblər. İzahat veriblər, güya İsmail bura verib ki, bəs öz gölü ilə gedib. Yəni, bilsən nə tərdir? Gedəndən sonrasına qıza baskılar altında nə desən eləyə bilərlər. Nə desən eləyə bilərlər. Bu qədər. Açıq yadınızda Sağ ol. deyərsiniz çox. Yox, xahiş edirəm. Çox Sağ ol, sağ ol.